Hörmətli izləyicilərimiz, Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində yeni mənzilimiz satışa çıxıb. Bura mənzilin giriş qapısıdır. Girişdə belə bir şkaf yığmağa yerimiz var. Mənzil 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. 2 otaqdan 3 otağa düzəlib. Amma bütün otaqların pəncərəsi var. Yəni birinci gün işığı düşür. Bura mənzilin zalıdır. Qupçalı mənzildir. Sonunda qiymətli. Mənzilin özəlliyi sanitar qovşaqlar ayrı-ayrıdır. 3 otağın 3-ünə də pəncərə düşür, hətta mətbəxə də. Elə bir eyvanı da var. Sanitar qovşaqlar ayrı-ayrıdır. Birinci otaq zal idi. Yataq otaqlarından biridir. Burada da gördüyünüz kimi pəncərə var. Birinci gün işığı düşür. Bura uşaq otağı kimi nəzərdə tutulub. Gördüyünüz kimi buranın da pəncərəsi var. Yəni qulxoy otaq yoxdur da. Burada mənzilimizin mətbəxi, mətbəxin də pəncərəsi var. Burada eyvanımız var. Mərkəzi istilik sistemidir hal-hazırda. Amma kombin üçün xəttlər də çəkilib. Mənzilimiz 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Qupçalı mənzildir. Qiymət 103.000 manat təşkil edir. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.